Salam. Gəlin birlikdə Azərbaycan dili 20 sınaq toplusundan ikinci sınağın izahına baxaq. Deməli, birinci sualda yazıçılarımızdandır sözündə qrammatik şəkilçilər hansı ardıcıllıqla verilmişdi deyir. Deməli, sözü kök şəkilçiyə ayıraq. Sözün kökü yazmaqdır. Yazmaqdan yazı düzəlir, sonra yazıçı, lar cəm şəkilçisidir, ımız mənsubiyyətdir, dandən hal şəkilçisidir, çıxışlı hal şəkilçisidir. Dır isə şəxs xəbəri şəkilçisidir. İndi deməli 2 leksik oldu, 4 dənə də qrammatik oldu. Amma baxın A, B variantlarını avtomatik silirəm. Çünki məndən qrammatik şəkilçilərin ardıcıllığını istəyir. A, B variantında isə isim düzəldən yazıbdı elə birinci. Düzəldən leksik şəkilçi deməkdir. Ona görə A, B variantını götürə bilmərik. Burada da qrammatik şəkilçilərimiz lar cəm şəkilçisi ilə başlayır. Ona görə C-ni sildim. Deməli, lar cəm, ımız mənsubiyyət, hal, xəbərlik, yəni şəxs şəkilçisi cavabımız olur E variantı. Doğru ardıcıllıq E variantındadır. İkinci sualda hansı sözün tərkibinə görə təhlili küsülülər sözü ilə eynidir? Aha, küsülülər sözünü necə təhlil eləmək lazımdır? Mən sizə deyim. Deməli, dilimizdə küsmək sözü var. Sözün kökü küsdür. Küsü sözü də var dilimizdə. Deməli, küsü lüğətimizdə ümumiyyətlə insanların bir-birindən inciməsi, küsməsi, danışmaması, inciklik mənasına gəlir. Yəni küsü sözü dilimizdə var. Daha sonra küsülü, küsülülər. 2 leksik, 1 qrammatik şəkilçi oldu. İndi bizə deyir ki, bu təhlillə, yəni 2 leksik, 1 qrammatiklə eyni olan söz hansıdır? Gəlin baxaq. Qoçaqlar sözündə qoçaq sözün kökü lar qrammatik, əmi, əmim, əmimgil leksik, dadə isə qrammatik. Yəni bu da uyğun deyil, A da uyğun deyil. Boyaqçılar sözündə boyamaq sözün kökü, boyamaqdan boyaq leksik, boyaqçı leksik, lar isə bilirsiniz ki, cəm şəkilçisidir, qrammatik olur. Deməli, C variantı tam şəkildə uyğun oldu küsülülər sözü ilə. Cavabımız elə olur C variantı. Daha sonra 3-cü sualda bu sualda deyir ki, klasterin şaxələrindəki fikirləri əsas tutmaqla onu tamamlayan fikri müəyyən edin. Aha, bizə verib dilim sözü. Dilim sözünü 2 şəkildə təhlil edə bilərik. Amma bizə burada verib ki, düzəltmə söz kimi götürün. Yəni dil, dilim bu şəkildə olsun. Leksik mənası olan söz kimi olsun. Bir var başqa variantda, məsələn, başqa variantda belə də götürə bilərik. Dil, mənim dilim. Amma bu şəkildə düzəltmə olmur, sadə olur. Ona görə bizə bu şəkildə lazımdır. Bilirsiniz də düzəltmə söz nə deməkdir? Tərkibində leksik şəkilçi olsun. Ona görə mən burada leksik şəkilçili götürməliyəm. İndi gəlin baxaq. Bunu tamamlayan düzgün variantı tapmalıyam. Antonimi var. Xeyr, dilim bilsiz hansı mənada? Yəni bir dilim çörək tutalım bu mənada. Orada dilimin antonimi necə ola bilər ki? Yoxdur. Tərkibinə görə təhlili kök və qrammatik şəkilçi sxeminə uyğundur. Xeyr, səhvdir. Kök və leksik şəkilçidir dedik. Amonim kimi işlənə bilər? Xeyr, amonim kimi işlənə bilməz. İndi deyə bilərsiniz ki, axı 2 mənası var dedik. Yəni bu dilim bir var mənim dilim şəklində, bir də var dilim, bir dilim çörək. Bu zaman baxın sizə bir şey deyim. Amonimlərin başlanğıc formaları eyni olmalıdır. Yəni bizim burdakı dilim, leksik şəkilçili dilimdə başlanğıc forma elə dilim sözünün özüdür, amma mənim dilim sözündə başlanğıc forma dil sözüdür. Yəni buna görə amonim götürə bilmərik. Bir daha təkrar edirəm, amonim sözlərin başlanğıc formaları eyni olmalıdır. Mənsubiyyət şəkilçilidir, xeyr, mənsubiyyət şəkilçili deyil. Lalə şəkilçisi artırılsa, qrammatik mənası dəyişər. Baxın, bəli, dilim sözünə lalə artırılsa, məsələn, dilimləmək fe'l oldu da, qrammatik məna nə deməkdir? Nitq hissəsi. Nitq hissəsi dəyişdi, bəli, dilim idi, dilimləmək fe'l oldu. Deməli, doğru cavabımız E variantı olur. 4-də
Hansı bənddə sözə ancaq qrammatik şəkilçilər artırılıb? Gəlin təhlil eləyək. Gül, güllük leksikdir. Güləş onsuz sadədir. Gül, güldan. Burada qrammatik şəkilçi yoxdur. Meşə, meşəlik, meşədəki, meşəli. Hamısı leksikdir. Yar, yara, bu da yarlıq, yardakı. Hamısı leksikdir. İndi qələm, bizim qələmimiz, qələm, qələmlər, qələm, qələmdən. Belə hamısı qrammatikdir. Cavabımız olur D variantı. 5-ci sualda deyir ki, qrammatik şəkilçinin leksik şəkilçidən əvvəl işləndiyi sözü müəyyən edin. Aha, biz bilirik ki, normalda kökdən sonra leksik gəlir, sonra qrammatik gəlir. Bizim qaydamız, dilimizin qaydası budur. Amma burada bizə deyir ki, belə olmasın. Deyir ki, leksikdən əvvəl qrammatik gəlsin. Baxın, qrammatik şəkilçi leksik şəkilçidən əvvəl gəlsin. Gəlin təhlil eləyək. Bilirsiniz ki, bu 4 şəkilçidə olur. Daçıda olur, çıda olur, sız və gil şəkilçiləri bu 4-ündə olur. Əmi sözün kökü. Baxın indi mənim əmim, düzdür, mənsubiyyət, qrammatik olur. Gil leksik olur. Daçı-dəki leksik olur. Gördünüz indi. Baxın, bir daha şəkilçiləri burada qırağa yazıram. Daçı, çı, sız və gil şəkilçisi. Bu 4 şəkilçidən qabaq qrammatik şəkilçi gələ bilər. Bu 4 şəkilçi leksikdir. Bunlardan əvvəl qrammatik şəkilçi gələ bilər. Elə cavabımız olur A variantı. Amma məsələn B-də də daçı var, C-də də daçı var. Bu həmişə olmur ha. Məsələn burada baxın, bura daçı. Görürsüz, burada daçıdan əvvəl qrammatik gəlmədi. Lampa, daçı. Burada da gəlmədi. Kitablarımız, qələmin. Yəni A variantı daha uyğundur. Yenə deyirəm, bu 4 şəkilçidən əvvəl bəzən, həmişə demirik, bəzən qrammatik şəkilçi gələ bilər. Cavabımız oldu A variantı. 6. Bütün ərazini yaşıllaşdırmışdılar. İndi deyir ki, düzəltmə sözün yarandığı nitq hissəsini müəyyən edin. Birincisi, təhlil eləməliyik. Yaşıl sözün kökü. Yaşıllaşmaq, yaşıllaşdırmaq, baxın, mışdılar. İndi, burada belə bir şey var. Ümumiyyətlə, yadınızda saxlayın ki, sizə belə bir ipucu verim. Əgər feildirsə sizə verilən söz, şəkilçilərin leksik qrammatik olduğunu tapa bilmirsinizsə, şəkilçidən sonra maqmək məstər artırın. Baxın, indi normalda dır leksik də ola bilir, dır qrammatik şəkilçi də ola bilir, homonim şəkilçidir. Siz bunun burada leksik və yaxud da qrammatik olduğunu bilmək üçün maq artırın, yaşıllaşdırmaq. Artıra bildim? Bəli. Bu zaman deməli dır burada leksik şəkilçidir. İndi təhlili qoydum bir qırağa. Gəlin görək bizə nə deyir. Düzəltmə sözün yarandığı nitq hissəsi. Siz bilirsiniz ki, yaranan nitq hissəsi ilə kök eyni şey deyil. Yaranan nitq hissəsi deyəndə sonuncu leksik şəkilçimizi götürürük. Həmin şəkilçi hansı nitq hissəsinə qoşulubsa, söz oradan yaranıbdır. İndi baxın, sonuncu leksik şəkilçim dırdır. Dır yaşıllaşmaq sözünə qoşulub. Yaşıllaşmaq sözü hansı nitq hissəsidir? Feildir. Deməli, bu söz feildən yaranıb. Yəni, bu qədər bəsit şəkildə biz bunu tapırıq. 7-ci sualda bitişdirici samitin işlənib işlənmədiyini dəqiq müəyyən etmək mümkündür. Aha, yəni burada demək istəyir ki, dəqiqliklə deyin ki, bitişdirici samit işlənib və yaxud da dəqiqliklə deyin ki, bitişdirici samit işlənməyib. Amma dəqiq olsun da, yəni ya işlənib, ya işlənməyib. Gəlin baxaq. Atanın silahı. Deməli, burada iki cür düşünə bilərik. Bir var ata sözün kökü, bir də var sənin atan, baxın, atan, sənin atanı mənsubiyyət, ın isə hal şəkilçisi, yəlik hal. Burada işlənmədi. Başqa bir variant atanın. Ata, hər hansı bir ata və atanın. Yəni, burada n artıq bitişdirici olur, ın isə yenə hal şəkilçisi olur.
Yəni baxın, iki halda düşünə bildim. Birincisində n-nı mənsubiyyət şəkilçisi kimi düşündüm. İkincisində bitişdirici samit kimi düşündüm. Yəni mən dəqiq deyə bilmərəm burada var yaxud da yoxdur. Həm var, həm yoxdur. Yəni iki cür düşünə bilərəm. Bizə deyir ki, iki cür düşünə bilmir. Bir daha təkrar edirəm. Atan, sənin atan n mənsubiyyəti olur birincidə. Amma ikincidə ata, hər hansı bir ata, n isə ümumiyyətlə n bitişdirici olur. Bilirsiniz də bitişdiricini ayrıcalıqda şəkilçi filan götürmürük, samitdir. N isə hal şəkilçisi. Yəni bunu dəqiq deyə bilmirəm. Heyvanın rəngi. Bir var heyvan, heyvanın. Yəni n orada heyvan sözünün içərisindədir. Bir də var ki, yenə yanına yazıram. Heyvanın. Heyva sözün köküdür. Heyva, meyvə heyva. Deməli ın haldır, n qaldı yenə bitişdirici. Görsüz bunu da iki cür təhlil edə bildim. Qələmini itirən. Qələm sözün köküdür. Deməli bir var, i-ni götürürəm qələmi. Sonra bir dənə də i var burada. Birinci i mənsubiyyətdir, onun qələmi. İkinci isə təsirli haldır. Elə olanda n burada bitişdirici olur. Bir də var necə götürürəm? Baxın indi. Qələmini. Onu sənin qələmin in burada şəkilçi oldu. Mənsubiyyət şəkilçisi sənin qələmin. İ isə oldu təsirli hal şəkilçisi. Yəni burada da görürsüz iki variant götürə bilərəm. Yəni düşünə bilmədim bir cür. Kompüterin hissələri. Kompüter in yəlikdir. Başqa variant götürə bilərəm. Xeyr, başqa necə düşünüm ki, kompüterin? Çünki burada da mənsubiyyət var axı. Deməli, burada dəqiq deyə bilərəm ki, burada bitişdirici samit yoxdur. Deməli, cavabım olur D variantı. 8. Sözlərdən biri düzəltmə deyil. Aha, ot, otlu düzəltmədir. Ot, otlamaq. Leksik şəkilçi var, düzəltmədir. Ot, otlar. Bəli, lar cəm şəkilçisidir. Deməli, burada qrammatik şəkilçisi olduğuna görə düzəltmə götürə bilmərik. 9. Cümlələrdən birində frazeoloji birləşmə işlənmişdir. Bəli, frazeoloji birləşmənin nə olduğunu biz bilirik də, məcazi mənalı söz birləşmələrdən deyilir. A variantında Abdal atmindir, özünü bəy sandı. Bu da yoxdur, frazeoloji birləşmə. Türkiyədə bir ağac yanarsa Azərbaycanda min ürəyə təsir edir. Burada da yoxdur. Yəni bilirsiniz ki, olmaq etməyi götürmürük deyə təsir etmək olmur. Üzünə gülər, ayağından çəkər. Bəli, burada ayağından çəkər. Frazeoloji birləşmə kimi götürə bilərik. Yəni ayağından çəkmək birinin işinə mane olmaq, birinin inkişafına əngəl törətmək, birinə paxıllıq edərək aşağı çəkmək, bu mənada gedir. Ona görə C variantında bəli, frazeoloji birləşmə işlənmişdir. Daha sonra 10-cu sualda deyir sözlərdən biri amonim deyil. Deməli 6 sözünü elə amonim kimi götürə bilmərik. İndi yenə deyirəm, fikirləşə bilərsiniz ki, niyə ki 6 ay müəllimə say var, bir də bir şeyin alt mənasında. Baxın, yenə təkrar eləyirəm, bayaq da qeyd eləmişdim. Amonimlərin başlanğıc formaları eyni olmalıdır. Nədir başlanğıc forma? Burada budur, burada isə budur. Yəni birinin başlanğıc forması 6-dır, birininki 6-dır. Bu şəkildə amonim götürə bilmərsiniz. Amma yol sözünü məsələn bir var getdiyimiz yol, bir də yolmaq, yəni saç yolmaq. Sarı sözü bəli, evə sarı qoşma işlənir, sarı rəng sifət işlənir, qolumu sarı feil işlənir. Buruq sözü, buruq saç, bir də neft buruqları. Tar sözü də bəli, musiqi aləti, bir də tar ağaca deyirlər. Bu belə deyim də, ev quşlarının yatması üçün olan ağaca tar deyirlər. Bu şəkildə amonim olur. Deməli, burada amonim olmayan A variantı 6 sözü olur. 11-də sinonim sözlərlə bağlı doğru fikir deyil deyir. Eyni nitq hissəsinə aid olur. Bəli, sinonimlərdə
antonimlərdir, çoxmənalı sözlərdir, eyni nitq hissəsi olmalıdır. Yaxın mənalı sözlərdir, bəli. Deyilişi və yazılışı fərqli olur, bəli. Sinonimlər fərqli sözlərdir. Yersiz təkrarın qarşısını alır, bəli. Leksik mənaları fərqli olur, xeyr. Bunların sadəcə deyiliş və yazılışı fərqli olur. Yəni leksik mənaları sinonimlərdir, yaxın mənalı sözlər. Ona görə də cavabımız olur E variantı. Daha sonra deyir ki, nümunələr içərisində fərqləndirilmiş sözlərdən hansının antonimi yoxdur? Antonimi olmayanı istəyir. Yaman günün ömrü az olar. Yaman burada yaxşı ola bilər antonimi. Çəkə bilməzsən, bərkdir fələyim. Bərk, yumşaq antonimi ola bilər. Daldan atılan daş topuğa dəyər. Daş sözünün necə bir antonimi ola bilər ki, daş sözünün antonimi yoxdur. Elə cavabımız C olaraq da götürə bilərik. Məsələn, D-də var kədər, sevinc ola bilər. Bu şəkildə olur. Cavabımız oldu C variantı. 13-cü sualda doğru fikri müəyyən edin deyir. Sözün kökü əsasən həm leksik, həm qrammatik mənaya malikdir. Bəli, ümumiyyətlə biz sözləri tərkibinə görə ayıranda kök şəkilçi deyərək ayırırıq. Kök həm leksik, həm də qrammatik mənası olan hissədir. Deməli, elə A variantını biz doğru götürə bilərik. B-də gəlin digər variantlara baxaq. Dilimizdə şəkilçilərin hamısı 2 və ya 4 variantlıdır. Xeyr, 1 variantlı şəkilçilərimiz də var. Qrammatik şəkilçilər də leksik şəkilçilər kimi milli alınma olur. Qrammatik şəkilçilərimiz millidir. Onda bunda əvəzliklərində bitişdirici samit yalnız saitləri bitişdirmişdi, birləşdirmişdi. Xeyr, sait samiti birləşdirib. Mürəkkəb sözlər yalnız bitişik və defisdə yazılır. Xeyr, mürəkkəb zərflərimiz, əvəzliklərimiz, feillərimiz var ki, ayrı yazıla bilər, yəni səhvdir. 14-də hansı sözün tərkibinə görə təhlili düzgün göstərilmişdir? Dəy, dəyənək, anaq, ənək var, toz, tozanaq, şəkilçi var. Deməli, burada A səhvdir. Çalış sözün köküdür. Maq, dan, 2 dənə, yəni burada qrammatik var, leksik yoxdur. Ağardıcı, deməli, ağ sözünün kökü ağarmaq, ağartmaq, ağardıcı 3 dənə var. Bəli, doğru cavabımız elə C variantıdır. 15. Həm amonim, həm də çoxmənalı söz kimi işlənə bilər. Əqrəb sözü amonim kimi işlənə bilər. Sadın əqrəbi, bir də əqrəb zəhərli həşərat, deməli agitdir. Çoxmənalı olmur. Tar sözü musiqi aləti, bir də dedik ki, quşların üstündə yatdığı ağaca deyirik, amonim olur. Xar sözün də amonimdir. Bu da getdi çoxmənalı kimi işlənə bilmir. Qazan sözünü işlədə bilərik. Baxın, amonim kimi qazanmaq feili var. Bir də ki, yemək bişirdiyimiz qazan. Oldu amonim. Hər ikisi həqiqi mənada qoyduq qırağa. Çoxmənalı söz kimi isə məcazi mənanı tapmalıyıq. Məsələn, uğur qazanmaq ola bilər. Bəli, bu zaman oldu məcazi. Deməli, həm amonim, həm də məcazi çoxmənalı söz kimi olur. Çünki məcazi mənası var. Cavabımız olur D variantı. 16. Köməkçi nitq hissələrinə aid xüsusiyyəti müəyyən edin. Köməkçi nitq hissələri söz yaradıcılığında iştirak edir, səhvdir, iştirak eləmir. Yəni biz köməkçi nitq hissələrinə leksik şəkilçi artıra bilirik? Xeyr. Yalnız qrammatik mənası var. Bəli, onların leksik mənası yoxdur. Qrammatik mənası var. Nədir qrammatik məna? Qrammatik məna deməli nitq hissəsi. Onlar da nitq hissəsidir. Deməli B variantı olur. Düzgün cavabımız. Baxaq digərlərinə. Ayrılıqda müstəqil leksik mənaya malikdir. Səhvdir, dedik, leksik mənası olmur. Müstəqil formada suala cavab verir, yazır, cavab vermir. Cümlə üzvü olur. Xeyr, cümlə üzvü olmur. İndi deyə bilərsiniz, axı qoşma cümlə üzvü qoşulduğu sözlə birlikdə olur. Yəni ayrılıqda, baxın, ayrılıqda yazır. Cümlə üzvü ola bilmir. Cavabımız olur B variantı. 17-ci sualda amonim kimi işlənə bilən hansı sözlər eyni nitq hissəsinə aid deyil deyir.
Deməli, amonim olsun, amma mənaları fərqli nitq hissəsi olsun, müxtəlif nitq hissəsi olsun. Şəkər sözü bir var şəkər xəstəliyi, bir də var çaya tökdüyümüz şəkər. Hər ikisində isim kimidir. Deməli, eyni nitq hissəsidir. Yarı sözü bir var yarı hissə, bir də var yarımaq. Bəli, biri feildir, biri feil deyil, yarımaq. Deməli, burada müxtəlifdir. Digərlərinə baxaq. Burun. İnsanın burnu, bir də coğrafiyada burun var. Termin kimi isimdir hər iki mənası. Çəki. Bir var bir şeyin çəkisi, ölçüsü, bir də var balıq növü, isimdir. Qol sözü də insanın qolu, imza, qol hər bir mənada isimdir. Eyni nitq hissəsidir. 18. Qulaq asmaq frazeoloji birləşməsinin frazeoloji sinonimi müəyyən edin. Deməli, frazeoloji birləşmənin sinonimi frazeoloji birləşmə olmalıdır. Məsələn, ona görə A variantını çıxaram. Qulaq asmaq, qulaq vermək. Bəli, birinə qulaq verirəm, qulaq asmaq. Bəli, eyni mənaya gəlib çıxır və frazeoloji birləşmədə hər ikisi sinonim kimi götürə bilərik. Bəyənməmək mənasında olan frazeoloji birləşməni müəyyən edin. Bəyənməmək, gözü könlü açılmaq, kefi pozulmaq, dodaq büzmək, dilotu yemək, yola çıxmaq. Yəqin ki, burada dodaq büzməkdir, bir şeyi bəyənmir, dodağını büzür. Gözü könlü açılmaq yaxşı bir şey, kefi pozulmaq pis olmaqdır. Yəni bəyənməmək deyil, pis olmaqdır. Dilotu yemək çox danışmaqdır. Yola çıxmaq isə heç uyğun deyil. Cavab olur C variantı. 20-ci sualda cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Aha. İndi bu tipli cədvəldə necə eləyin? Yanlışa çıxma qoyun. Üstə gəl doğru, çıx doğru. Bu da doğru. Bu şəkildə bu bir tərəfi, sağ tərəfi həll eləyin. Sonra keçin sol tərəfə həll eləyin. Ən sonda uyğun olmayanı götürə bilərsiniz. Dilotu yemək söz birləşməsinin antonimi az danışmaqdır. Səhvdir. Az danışmaq antonim deyil. Çünki hər ikisi frazeoloji birləşmə olmalıdır. Söz vermək frazeoloji birləşməsinin sinonimi boyun olmaq. Bəli, birinə söz verirəm, boyun oluram. Sabit söz birləşməsinin əsas və aslı tərəfləri olur. Xeyr, söz birləşməsi bölünür iki yerə. Sabit söz birləşməsi, sərbəst söz birləşməsi. Deməli, sabit söz birləşməsi frazeoloji birləşmələrdir. Bunların aslı əsas tərəfi olmur. Cin atına minmək söz birləşməsinin sinonimi qəlbinə yol tapmaq ifadəsidir. Deməli, cin atına minmək söz birləşməsi, cin atına minmək əsəbləşmək deməkdir. Qəlbinə yol tapmaq isə tamamilə başqa bir mənadadır. Səhvdir. Başa vurmaq birləşməsi mənalarından biri bitirmək. Bəli, başa vurmaq, baxın, sinonimi demirəm, məna deyir. Mənası bəli, istənilən bir söz ola bilər. Yəni, frazeoloji birləşmə olmaq məcburiyyətində deyil, ona görə doğrudur. Deməli, baxın, uyğun olmayan, burada uyğundur, burada da uyğundur, burada da cavab qalır D variantı. Biri çıxdı, biri üstə gəl, yəni uyğun deyil. Oldu D variantı. Yalnız mürəkkəb sözlərdən ibarət cümləni müəyyən edin. Aha, daha doğrusu 21-ci sual qaldı deyəsən. Aha, 21-ci sualda nümunələrdən birində yalnız qrammatik mənaya malik olan söz də işlənmişdi. Aha, deməli, yalnız qrammatik mənaya malik olan söz hansıdır? Köməkçi nitq hissələrdə onların leksik mənası yoxdur. Onların sadəcə qrammatik mənası var. Gəlin baxaq görək. Elmli yaradan qədir qiyməti, savadsız adamın nə mərifəti? Var burada köməkçi nitq hissəsi yoxdur. Çox oxumaq faydalıdır. Çox oxumaq yox, burada da yoxdur. Çomağın ucuna dikib gözünü, onlar saatlarla oturur belə. Yox, belə oturmaq burada yəni köməkçi deyilsən, məni bir dəqiqə gözlə, içəri keçməyə tələsmə yoxdur. Burada da bilirsən qəsdimi ey ulu. Bəli, ey, nida var burada. Deməli cavabımız E olur. İndi isə keçək 22-yə. Yalnız mürəkkəb sözlərdən ibarət cümləni müəyyən edin deyir. Məktəbimizdəki otaqlar, burada məktəbimizdəki düzəltmədir. Otaqlar sadədir, anı çıxdı. Bugün, bəli, mürəkkəbdir. Məhəmməd Əliyə, Məhəmməd Əli mürəkkəbdir. Tez-tez mürəkkəbdir. Müraciət olunmaq, olmaq, etmək, bilmək mürəkkəb feil yaradır. Elə cavabımız B variantıdır. Məsələn, sırağa gün sadədir. Burada məsələn, sevinmək, çox sözü pozur. Mürəkkəb deyildir. Kəşfiyyatçılar mürəkkəb deyil. Cavabımız B qalır. Çox rahat sualdır. 23.
Körpə məzmunanə bir baxışla ətrafa baxırdı. Nümunəsindəki ilk sözün leksik təhlili ilə bağlı yanlış. İlk söz körpədir. Düzdür burada? Deməli, körpə sözünün bizə deyir ki, leksik təhlili istəyir ha. Səhv fikri deyir tapın. Bir də deyir ki, çoxmənalı sözdür. Körpə sözü çoxmənalı olması üçün məcazi məna axtarmalıyıq. Körpə onun arzuları körpədir, bəli ola bilər. Məcazi mənada işlənə bilər. Deməli, bir düzdür. Həm leksik, həm qrammatik mənası var. Körpə sözü əsas nitq hissəsi olduğu üçün bəli, həm leksik, həm qrammatik mənası var. Bu da düzdür. Antonimi var. Körpə sözünün antonimi yaşlı ola bilər. Bəli, bu da düzdür. Uşaq sözü ilə sinonimdir. Xeyr, sinonim götürülə bilməz. Deməli, burada belə bir məsələ var. Körpə sözü sifətdir, uşaq sözü isimdir. Biz də deyirik ki, sinonimlər eyni nitq hissəsinə aid olmalıdır. Ona görə burada müxtəlif nitq hissəsi olduğu üçün 4 səhvdir. Amonim kimi işlənə bilir, körpə sözü amonim ola bilmir. 5. Deməli 4 və 5 olur cavabımız. 24-də hansı nümunələr həm dilə, həm də dilinə sözlərinə qoşularaq fərqli mənalı frazeoloji birləşmələr yarada bilər? Aha, yəni deyir, iki sözə də qoşa bilər. Dilə tutmaq var, dilinə tutmaq yoxdur. Dilə gəlmək, dilinə gəlmək. Bəli, dilə gəlmək də var dilimizdə, dilinə gəlmək də var. Deməli, ikini götürə bilərik. Yatmaq, dilə yatmaq var. Bir söz dilimə yatır, dilinə yatmaq yoxdur. Üçü çıxdı. Sadəcə baxın yerinə qoyursunuz. Dilə basmaq, dilinə basmaq yox. Dilə basmaq olmur. Deməli, dilə gətirmək, dilinə gətirmək. Bəli, bu da var. Dilə gətirmək demək, dilinə gətirmək. Bu da var dilimizdə. Deməli, 2 və 5 olur doğru cavabımız. 25-də Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Aha, gəlin bunları kök şəkilçiyə ayıraq. Deməli, döy, döyüş, döyüşçü, döy, döyünmək, döyüntü. İndi bizə doğru fikirləri istəyir. Tərkibinə görə təhlili deyir, bir dənə leksik deyir, səhvdir. 2 leksik götürdük axı. İsimdən yaranan isimdir. Yaranan deyəndə nə demişdik? Sonuncu leksik nəyə qoşulur? Döyüş. Döyüş ismindən yaranıb, bəli, düz deyir. Həm kökü, həm də yarandığı nitq hissəsi eynidir. Bunu götürə bilmərəm. Niyə? Döyüşçü sözündə döymək feilindən yaranıb, amma döyüş ismindən düzəlib. Yəni yarandığı nitq hissəsi fərqlidir. 4-də deyir, döydürmək sözü ilə kökləri eynidir. Deməli, döydürmək sözləri ilə kökləri. Axı bu döyüntü sözündə də kök döyməkdir, döyüşçüdə də döyməkdir. Yəni bunu ortağa yaza bilərik. Kökdən söhbət gedirsə. Feildən yaranan isimdir. Döyünmək feilindən döyüntü yaranır. 5 də düzdür. Deməli, cavabımız nə oldu? 2 və 5 oldu. 26. Tərkibində leksik şəkilçili bir sözün olduğu cümlələri müəyyən edin. Yəni, 2 leksik şəkilçili. Hə, deyir, bir dənə sözü olsun, onda 2 leksik şəkilçi olsun. Onu bu işdən çəkindirdilər. Çək, çəkin, çəkindirmək. Var da bir də. Götürdüm. Tikiliş. Baxın, tik, tikilmək, tikiliş, tikilişi. 2-də də var. O birisilərdə yoxdur. Baxın, 2-də sizi çaşdıracaq bir yer var. Daşlaşmışdı sözünü düşünə bilərsiniz ki, laşı orada müəllimə 2 cür götürə bilmərik. Xeyr, götürə bilmərsiniz. Daşlaşmaq sözü 2 cür götürülür, ona sözüm yoxdur. Amma sement daşlaşmışdı, çörək daşlaşmışdı olanda bir dənə götürürsüz. Nə zaman 2 dənə götürə bilərsiniz şəkilçi kimi? Uşaqlar daşlaşır. Daşlamaq sözü olarsa, yəni bir-birlərini daşlayırlar ki, daşlaşırlar da, amma burada sementin daşlaşmağı, yəni bir dənə götürülür. Ona görə çaşmayın qətiyyən. Uşağın elədiyi hərəkət valideynlərdə peşmanlıq yaratdı. Yoxdur, ürək döyüntüləri düzəlməyə başlamışdı. Deməli, döyünmək, döyüntü. Bəli, burada da var. Çörək qırıntısı evin hər yerinə dağılmışdı. Yoxdur, burada qırıntı bir dənə var. Yəni 1, 2, 4-də 2 leksik şəkilçili bir dənə söz var. Daha sonra deməli 27. Bizə deyir ki, uyğunluğu müəyyən edin. 1 leksik şəkilçi olsun, 2 leksik şəkilçi, 3 leksik şəkilçi. Aha, gəlin baxaq görək.
Bura, burada leksik şəkilçi yoxdur ki, A-nı çıxıram. Yarğan, deməli, yarğan sözündə yar, yarğan, yarmaq, deməli beyni yazdım 1-ə. 2 leksik şəkilçili düzəltmə söz deyir. Gəlin görək ora nə uyğundur. Hə, məsələn, az, azalmaq, azaltmaq. Azalmaq, al və t şəkilçi. D-ni yazdım bura. 3 leksik şəkilçiyə nə uyğun gələ bilər? Məsələn, yaz, yazı, yazıçı, yazıçılıq. E də bura getdi. Qaldı bizdə C variantı. Xoşbəxtlik sözü düzəltmə deyil, mürəkkəb sözdür. Ona görə götürmürük. Sonra situasiya suallarına baxaq. Yəni mətni oxuduqdan sonra, yəni Mars planeti haqqındadır. Gəlin baxaq. Birinci sualda bizdə səbəb nəticə istəyir. Yəni burada nəticə verib Mars qırmızı planet kimi xatırlanır. Səbəbi nədir? Yəni bunun səbəbi nədir? Bu da verilmişdi ki, orada ümumiyyətlə dəmir oksidin geniş yayılması ona qırmızı görünüş verir də. Bu baxımdan da qırmızı planet kimi xatırlanır. Yəni bura yazacaqsınız ki, dəmir oksid çox idi, ona qırmızılıq verirdi. Səbəbdə verib Mars planetin oxu mailidir. Bunun nəticəsində nə olur? Mövsümlər əmələ gəlir. Yəni bunu yazacaqsınız. 29-da deyir ki, mətn və ətraf aləm haqqında bilikləriniz əsasında sxemi tamamlayan fikirlər yazın. Mars planeti ilə Yer planeti arasında oxşarlıqlar var. Yəni Marsla Yer arasında mətnində oxumusunuz, öz planetiniz haqqında oxşar nə görürsüz? Yəni nəyə diqqət elədiniz? Məsələn, hər iki planetdə nə var? Dağlar var, kanyonlar var və yaxud da nə yaza bilərik? Sular, buzlaqlar mövcuddur. Belə yaza bilərik. Daha sonra 30-da deyir ki, tünd qara hərflərlə verilmiş sözlərin mətnə görə qarşılığını müəyyən edib yazın. Deməli, aşkar etmək var burada. Aşkar etmək müəyyənləşdirməkdir, göstərməkdir. Bir də cəhət var. Cəhət bir şeyin cəhəti, yönü, səmti mənasında olur.